Xoş gördük, hörmətli izləyicilər, Azad Media izləyiciləri, eləcə də dünyada və Azərbaycanda yaşayan həmvətənlərimiz. Nəzərinizə çatdırım ki, artıq son bir həftədir ki, Gəncə şəhər sakini Elşad Məmmədovun şikayətləri ilə bağlı arxa-arxaya, dalbadal mən reportajlar hazırlayıram və bu reportajlardan biri də ikisi Gəncədə bir Ərikli deyən Gəncənin ərazisində və Gəncə Apellyasiya Məhkəməsinin qarşısında baş tutmuşdu. Niyə? Səbəb odur ki, Elşad Məmmədova məxsus 21 sot torpaq ərazisi çıxarışı ilə, çıxarışı belə var bu torpağla bağlı, qanunu torpağı. Həmin zaman Yeni Gəncənin icra hakimiyyətinin başçısı tərəfindən 5 müxtəlif şəxsə satılıb ki, baxmayaraq ki, illərdir məhkəmə çəkişməsi gedir və illərdir ki, bu məhkəmə çəkişmələri Elşad Məmmədovun xeyrinə qərar çıxardır, amma bu günə qədər də həmin ərazi boşaldılmayıb. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli qətnaməsi ilə və Gəncə Apellyasiya Məhkəməsinin 31 avqust 2017-ci il tarixli qətnaməsi ilə Elşad Məmmədovun İsmailov Məhərrəm İslamoğluna və digərlərinə qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilib. Həmin iddianın əsaslılığı iş materialları ilə öz təsdiqini tapıb. Buna baxmayaraq hazırda Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli qətnaməsi ləğv edilib. Ləğv edilmənin səbəbi isə ondan ibarətdir ki, bugünkü gün Gəncə Apellyasiya Məhkəməsi həmin məhkəmə prosesində qarşı tərəfin iddiasını təmin edib. Elşad Məmmədov bütün bunlardan sonra həm verdiyi müsahibələrində, eləcə də bugün Məhkəmə Hüquq Şurasında, Ali Məhkəmədə və digər dövlət qurumlarına müraciət elədi. Həmçinin Prezident Administrasiyasında Fuad Ələsgərovun qəbuluna yazıldı və bütün bu məsələlərin araşdırılması ilə. Məsələ burasındadır ki, məhkəmə ən ali qüvvədir, ən ali orqandır. Məhkəmələr sərbəstdir, müstəqildir. Amma bütün bunlara baxmayaraq, müstəqil məhkəmə dövlətin rəsmi verdiyi çıxarışın əsasında qoyulmuş tələbi yerinə yetirmədi. Yəni, anlaşılan deyildi. Hər kəs bilirdi ki, bu ərazidən köçürülmə olmalıdır ki, ya torpaq sahibinə qaytarılsın, ya tərəflər arasında hər hansı bir razılığa gəlinsin ki, bu onların öz işləridir. Amma bütün bunlar baş vermədi və nəinki baş vermədi, məhkəmə prosesi qismən təmin etdi. Bundan öncəki məhkəmə proseslərində sərəncamlar, verilmiş sərəncamlar ləğv edilməsinə baxmayaraq, məhkəmə köçürülmə ilə bağlı iddianı təmin etmədi. Elşad müəllim, bugün bir neçə qəbulda oldunuz, görüşlərdə keçirdiniz dövlət rəsmiləri ilə. Bütün bunlarla bağlı nə deyə bilərsiniz? Sizin çıxarışınız varmı? Bu çıxarış nə zaman almışsınız və nə zaman xəbər tutdunuz ki, sizin torpağınızı icra başçısı başqalarına satıb? Bəli, mənim 2012-ci ildə qanunu devlətin mənə verdiyi çıxarışım əlimdədir. Bu, devlətin qanunu sənədinə, qanunu çıxarışına, devlətin verdiyi, devlət orqanının verdiyi qanunu sənədə baxmayaraq, Gəncə Apellyasiya Məhkəməsinin sədri, köhnə cəbhəçilərdən, hansı ki, Toğrul Əli müəllimin atası köhnə cəbhəçilərdəndir. Məmməd müəllim köhnə cəbhəçilərdəndir və daha öncələr, illər öncə, Daxili İşlər Naziri işləmiş İskəndər Həmidovun əli ilə Toğrul Əli müəllimin atası Məmməd müəllim Gəncə məhkəməsində hakim vəzifəsindən birbaşa Bərdə şəhəri icra hakimiyyəti vəzifəsinə qaldırmışdı. Hal-hazırda mənim şikayətim Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli müəllimlə və Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mustafa Mustafayevdəndir. Bəli, mən sözümün arxasındayam
Verdikləri qərar da bunu sübut edir. Toğrul Əli müəllim küllü miqdarda qarşı tərəfdən pul alıb. Neyin Və əsasında qarşı deyirsiniz tərəf bunu? nəyin əsasında? Yəni bu belə bir bunun üçün bir fakt olmalıdır. Bəli. Fakt olaraq da bunu bildirirəm. Qarşı tərəfdən olan korrupsioner, mən hər çıxışlarımda bunu deyirəm və deyəcəm də. Və bu haqda bütün hara lazımdır orqanlar onlara da deyərəm. Aqrar Universitetinin dekanı vəzifəsində işləyən korrupsioner Məhrəm İsmailov məhkəmədən 2 saat sonra Gəncə şəhərində tanışlarına, yaxınlarına, ətrafında olan insanlara bildirmişdi ki, Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əliyə məhkəmədən öncə saat 12:30 radələrində qəbulunda oldum və 15.000 manat pul gücünə Elşadın xeyrinə Məhrəm İsmailov Kimə deyib bunu? bunu ətrafında olan insanlara deyib. Hansı ki, bilirsiniz ki, Azərbaycan xalqı, Cənab Prezident İlham Əliyev sizə səslənirəm, sizə deyirəm, Cənab Prezident dəfələrlə bu sözlərə hər bir ərzəmdə bəlkə ola bilsin ki, mənim ərzələrim sizə gəlib çatmır, Cənab Prezident. Amma hər bir ərzəmdə, hər bir çıxışlarımda da bunu etiraf eləmişəm ki, korrupsioner Məhrəm İsmailov Gəncə Aqrar Universitetinin dekanı İbrahim Cəfərovun pul yığan maşınıdır. Gəncə balaca şəhərdir. Bilirsiniz ki, söz-söhbət insanlara tez gəlir çatır, məlumat tez gəlir çatır. Və mənə məlumat verdilər ki, məhkəmədən sonra Məhrəm İsmailov sevinərək deyib ki, Elşadla razılığımıza gəldiyimizə 15.000 pul gücünə qərarı dəyişdirdim və qərar bizim xeyrimizə qüvvədə Qərar onun saxlanır. xeyrinə dediyimizdə də bu torpaq sizindir. Köçürülməklə bağlı təmin Bəli, edilir. Torpağı ki köçürülməklə sizin bağlı. əlinizdən almayıb. Bəli, Onun xeyr. evi, digərlərinin evi sizin torpağının üzərindədir. Bəli, mənim qanunu çıxarışdım. Mənim qanunu çıxarışımın ləğvinə vermişdilər. Qanunu çıxarışım ləğv olunmadı, qüvvədə saxlanıldı. Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev tərəfindən Göygöl rayon məhkəmənin sədri Elmira Həsənova saxta qərar vermişdi. 2010-cu ildə güya qərar çıxırıb. Hansı ki, 2017-ci ildə bu qərarı üzə çıxartdılar. Həmin qərar əsasında mənim udduğum bütün işlər Ali Məhkəmədən geri qaytarıldı. Mən bu qərarı da ləğv elətdirdim və orqanlara şikayət elədikdən sonra sübut olundu ki, Elmira Həsənova belə bir qərarı 7.000-ə yox, hətta dedilər ki, 17.000-ə də verə bilər. Onun əsasında da Elmira Həsənovanın qərarı rədd edildi, Ali Məhkəmədə bunu qüvvədə saxladı. Lakin bütün məhkəmə proseslərini mənim udmağım baxmayaraq, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mustafa Mustafayev xeyri qərarı verdi, qarşı tərəfdən olan korrupsioner Məhrəm İsmailov və digər vətəndaşların xeyrinə verdi. Hansı ki, həmin qərar heç bir mətləbə uyğun qərar deyil. Yəni, Cənab Prezidentimiz, siz məhkəmələrə, əgər məhkəmələrə azadlıq veribsinizsə, məhkəmə hakimləri bu azadlıqdan sui-istifadələr eləyir. Məhkəmə hakimləri sizin verdiyiniz heç bir qərarları, heç bir imzaladığınız sənədləri əsas tutmur. Demək olar ki, hakimlər öz başına hegemonluqlar eləyir. Mən artıq demək olar ki, bu hakimlərin, bu hegemonluqların yorulmuşam. 4 dənə xəstəlik tapmışam. İnsult, infarkt, şəkər, axırıncı xəstəliyim xərçəngdir. Əgər belədirsə, mən bir Azərbaycanlı vətəndaşı deyiləmsə, mən əgər yad bir devlətin insanıyamsa, mən bu Azərbaycan torpaqlarında doğulub, böyüyüb, başa çatmamışamsa, mən devlətdən, Azərbaycan devlətindən imtina eləyirəm. Mən artıq cana doymuşam, bunu mənə Məhrəm İsmailov başda olaraq Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli Məmmədoğlu, hakim Mustafa Mustafayev
bunu mənə deməyə məcbur buraxırlar. Və mənim kimi minlərlə vətəndaş Azərbaycandan imtina eləməyə mənə elə gəlir ki, bu məhkəmələr üzündən imtina eləyir. Çünki məhkəmə sistemləri Azərbaycanda xalqı zara doydurur. Bəli, mən Toğrul Əlinin qəbulunda da oldum və Toğrul Əli Məmmədoğluna da şəxsən özünə dedim ki, siz cəbhəçinin evladısınız və cəbhəçi evladı olduğunuza görə Gəncə xalqını ayağa qaldırmaq istəyirsiniz. Siz dövlət çevriş eləmək istəyirsiniz. Ona görə ki, məni kimi yüzlərlə vətəndaşın haqqı, hüququ Gəncə Apellyasiya Məhkəməsində tapdanır. Mən bu üzdən də cənab prezident, ey dünya xalqı, ey Azərbaycanın gözəl xalqı sizə deyirəm. Mən dövlətdən imtina edirəm. Toğrul Əli başda olmaqla, Məhərrəm İsmailov başda olmaqla, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mustafa Mustafayev başda olmaqla məhz bunların bu məhkəmə qərarından sonra, bunların haqsız verdikləri qərardan sonra mən Azərbaycanda yaşamaq istəmirəm. Mənim qanunu sənədimə hakim nəzər yetirmədi. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, Elşad Məmmədov Gəncə şəhər sakinidir. Yanvarın 13-də Gəncə Apellyasiya Məhkəməsində həmin məhkəmənin hakimi Mustafa Mustafayevin baxışında olan köçürülmə ilə bağlı verilmiş iddiası təmin edilməyib, baxmayaraq ki, 2012-ci ildə çıxarışla həmin torpaq dövlətin rəsmi sənədi olaraq Elşad Məmmədova verilib. Ondan az sonra isə Yeni Gəncə İcra Hakimiyyətinin o zamanki başçısı həmin torpağı 5 müxtəlif adama satıb ki, bütün bunlarla da bağlı Elşad Məmmədov Gəncə şəhər Nizami rayon məhkəməsinə, həmçinin Gəncə Apellyasiya Məhkəməsinə bu həmin şəxslərlə, yəni Məhərrəm İsmailov və digərlərinə qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi barədə iddia qaldırıb. Həmin iddia 25 iyul 2013-cü il tarixində Gəncə şəhər Nizami rayon məhkəməsinin qətnaməsi ilə, həmçinin Gəncə Apellyasiya Məhkəməsinin 31 avqust 2017-ci il tarixli qətnaməsi ilə İsmailov Məhərrəm İslamoğluna və digərlərinə qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair iddia təmin edilsə də, bu dəfə Gəncə Apellyasiya Məhkəməsi köçürülmə ilə bağlı, söküntü ilə bağlı, həmin ərazinin, torpağın təmizlənməsi ilə bağlı verilmiş iddianı təmin etməyib ki, bu da Elşad Məmmədovun haqlı narazılığına səbəb olub və bütün bunlarla da bağlı vətəndaş əlaqədar qurumlarda bugün şikayətçi oldu, qəbullarda oldu və daha sonra növbəti addım Ali Məhkəməyə kassasiya şikayəti vermək olacaq. Ümid edək ki, hakimlər Azərbaycan vətəndaşını haqlı tələbini, haqlı iddiasını ədalətli qərar çıxardıb təmin edəcəklər. Çünki Elşad Məmmədov deyir ki, hakimlər məni o vəziyyətə gətirib ki, mən Azərbaycan vətəndaşlığından imtina etmək istəyirəm. Yəni, məhkəmədən ədalətli qərar çıxardılan üstün bir qurum yoxdur ki, məhkəmədən harasa şikayət edəyəsin. Məhkəmə müstəqildir və müstəqil olduğuna görə də ondan üst qurum yoxdur. Üst qurum yalnız apellyasiya, ali məhkəmə və daha sonra isə Konstitusiya Məhkəməsidir. Ki, yəqin sona qədər Elşad Məmmədov bu instansiyalara müraciət edəcək və haqlı olan haqqını geri alacaq məhkəmə qərarı ilə. Təşəkkür edirəm hər birinizə. Bizi izlədiyinizə görə paylaşın və abunə olun ki, Azərbaycanda baş verən ictimai siyasi hadisələr, qalmaqallı məhkəmə çəkişmələri və bu çəkişmələr nəticəsində verilən qərarlar məhz bizdən Azad Media TV olaraq əldə edəsiniz.